Martın 28'i Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq. Milli Hidrometeorologiya Xidməti bildirir ki, yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısa müddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə su basma halları istisna olunmur. Gecə və səhər duman gözlənilir, mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Temperatur gecə 7-9, gündüz 10-13 dərəcə isti olacaq. Naxçıvanda da gün ərzində intensiv yağış yağacaq, temperatur 6-8 dərəcə isti gözlənilir. Azərbaycan əksər rayonlarında sabah hava yağıntılı olacaq, dağlıq rayonlara qar yağacaq, bəzi yerlərdə intensivləşəcək, yağıntıların şərq rayonlarında güclü olacağı, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi bildirilir. Gecə və səhər duman olacaq, mülayim qərb küləyi arabir güclənəcək, temperatur gecə 5-10, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2-6, gündüz 0-2 dərəcə şaxta olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.